Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Süni intellektin, aynen, yəni sürətli inkişafı bəzi peşələrin gələcəyini sual altına qoyub. Xəbər verilir ki, Anthropic şirkətinin apardığı araşdırmanın nəticələrini Forbes nəşri yayımlayıb. Araşdırmada peşələrin süni intellekt qarşısında nə dərəcədə həssas olduğu qiymətləndirilib. Həssaslıq göstəricisi nə qədər yüksəkdirsə, həmin sahədə ayinin təsiri də bir o qədər böyük hesab olunur. Siyahıda ilk yeri 75% göstəricisi ilə proqramçılar tutub. Bildirilir ki, süni intellekt artıq kod yazmaq, düzəliş etmək və nəticələri yoxlamaq kimi funksiyaları yerinə yetirə bilir. Bu isə insanın rolunu daha çox nəzarətçi səviyyəsinə endirir. İkinci yerdə 70% göstərici ilə müştəri xidmətləri əməkdaşları qərarlaşıb. Süni intellekt standart suallara cavab vermək, müraciətləri emal etmək və ilkin dəstək göstərmək imkanına malikdir. Üçüncü yerdə məlumatların daxil edilməsi üzrə operatorlar yer alıb. Onların həssaslıq səviyyəsi 67% qiymətləndirilir. Araşdırmaya görə AI kağız daşıyıcılarındakı məlumatların rəqəmsal sistemlərə köçürülməsində yüksək effektivlik nümayiş etdirir. Eyni göstərici tip qeydiyyatçılar üçün də qeydə alınıb. Xəstələrin qeydiyyatı, elektron formaların doldurulması və sığorta məlumatlarının yoxlanılması kimi proseslərin avtomatlaşdırılması bu sahəni risk qrupuna daxil edib. Siyahıda növbəti yerləri marketoloqlar və bazar analitikləri 65%, satış menecerləri 63% və maliyyə analitikləri 57% tutulub. 8-ci və 9-cu yerlərdə proqram təminatı testçiləri 52% və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər 49% qərarlaşıb. İlk onluğa isə 47% göstərici ilə texniki dəstək mütəxəssisləri tamamlayıb. Mütəxəssislər qeyd edirlər ki, süni intellekt bir sıra işləri avtomatlaşdırsa da, insan faktorunun tamamilə aradan qalxacağı gözlənilmir. Bununla belə, əmək bazarında yeni bacarıqlara tələbatın sürətlə artacağı vurğulanır.